Özü heç kimə demədən, saymamadan basırlar qapıya, girirlər, işığı kəsirlər. Hacıqabul rayonunun Muğan qəsəbə sakini Məhərrəmov Kamil Kanal 21-ə müraciət edərək ciddi iddialar səsləndirib. O bildirir ki, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Hacıqabul rayon işıq şəbəkəsinin rəhbəri Əli Yusubov, satış müdürü Kamil Hüseynov və Daməd adlı sahə mühəndisi dəfələrlə onun doğma ailəsinə məxsus evə qanunsuz və icazəsiz daxil olublar. Şikayətçinin sözlərinə görə işıq borcunu əsas gətirən qurum əməkdaşları heç bir rəsmi xəbərdarlıq etmədən evin elektrik enerjisini kəsiblər və ailəni qaranlıqda qoyublar. Vətəndaş iddia edir ki, yaranmış borc kart tipli sayğaca keçid zamanı kartdan silinir. Buna baxmayaraq idarə əməkdaşları məhkəmə qərarı olmadan işığı kəsərək ailəni çətin vəziyyətə salıblar. Məhərrəmov Kamil onu da vurğulayır ki, ailə az təminatlıdır. Onun himayəsində ikinci qrup həssas, gözdən əlil və xəstə övladı var. Vətəndaş kanalımız vasitəsilə ölkə başçısına və aidiyyəti dövlət qurumlarına müraciət edərək yaranmış problemin həll edilməsində köməklik göstərilməsini xahiş edirlər. Məhərrəmov Kamil Seyraboğlu, Hacıqabul Muğan qəsəbəsində yaşayıram. Bu mənim bacım oğlu Məhərrəmov Əli Balihoğlu. Bunların 570 manat işığa borcu olub. Bunlar karta pul vururlar, kartdan çıxılır. İşıq İdarəsinin müdürü Əli Hüseynov, Kamil satışın müdürü Daməd. Bunlar gəlirlər 2 gündən bir işığı kəsirlər, bloka atırlar ki, pul ödə. Atdılar bloka 3 gün, 4 gün bunlar işıqsız qaldı. Getdim işıq idarəsinə yaxınlaşdım, dedilər ki 300 manat ödəməlisən. Dedim 300 manat yoxdur. Getdim məcbur elədilər mənə, getdim borc tapdım, 250 manat ödədim, blokdan çıxartdılar. Gələn ayda dedilər ki 50 manat, 50 manat da atdım. Ondan sonra 50 manatdan atandan sonra 3 gün sonra gəldilər, işığı kəsdi, Daməd kəsdi. Özü heç kimə demədən, saymamadan basırlar qapıya, girirlər, işığı kəsirlər. Qararlar. Cənab prezidentimiz buna təminat verir. 250 manat ayda bu pensiya alır. Buna dolansınlar. Bunlar demirlər biz işığı ödəmiyoruz. Bunlar deyiləmirlər. Bunlar deyirlər ki karta vuraq çıxsınlar. Onlar o şeylə deyiləmirlər. Xahiş edirəm Cənab prezidentimizdən, Kamran Əliyevdən, baş prokurorluğumuzdan xahiş edirəm ki bu işlərə qarşı bunlara tədbir görülsün. İşığın müdürü Cənab Əhmədov. Ondan da xahiş edirəm ki belə məmurları bunlara diqqət yetirsin. Bunlar çox öz başdan hərəkətlər edirlər. Belə ailələr Cənab prezidentdir, köməklik edir. Bunlar Azər İşıq, bunların belə bir şeyləri başından başlaşağı ki, bunlar ölsün, boğulsun. Belə olmaz. Bu vətəndaşdır, Cənab prezidentlər bunlara çox köməkli təlimat verir. Xahiş edirəm bu şeyi işıqlandırsınlar. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tətbiq görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.